Estoniyada minimal əmək haqqı 654 avrodur. Bu isə Avropanın digər ölkələri ilə müqayisədə aşağıdır. Lakin burada əsas məsələ alıcılıq qabiliyyətidir, maaşın məbləği deyil. Estoniyada orta əmək haqqı 1000-10.000 avro arasında dəyişir. İşçilər 1000 avro, IT mütəxəssisləri 2500-3000 avro, müəllimlər 1500-2000 avro, yüksək vəzifəli şəxslər 8000-10000 avro. Həftəlik iş saatı 40 saatdır. Hökumət 18 yaşdan yuxarı işsiz vətəndaşlara aylıq 300 avro işsizlik müavinəti ödəyir. Tallində bir otaqlı evlərin aylıq kirayəsi 400-500 avro arasında dəyişir. Ailəvi mənzillər isə 800 avrodan başlayır və 1500 avroya qədər yüksələ bilir. Estoniyada evlər A, B və C kateqoriyalarına bölünür. A kateqoriyalı evlər ən yüksək komforta malikdir və yaxşı istilik izolyasiyasına sahibdir. B və C kateqoriyalı evlərdə isə qışda daim istilik sistemi işlətmək tələb olunur. Orta aylıq ərzaq xərcləri 250-300 avro, kommunal xidmətləri isə 100 avro təşkil edir. Estoniyada insanlar əsasən şərab içirlər və demək olar ki, hər evdə bir şüşə şərab tapmaq mümkündür. Bazarda 750 millilik şərab 15-20 avroya satılır. Estoniyada saç kəsimi bahalıdır. Sadə saç düzümü 30-40 avro arasında dəyişir və bu məbləğə saqqal daxil deyil.